Assalamu alaykum hammaga, uzaq yaqindagilar va musofirdagilar, hurmatli obunachilar va kuzatuvchilar, hammangiz yaxshimisizlar, sog', omon yuribsizlarmi? Bugun men somsa pishirajak edim. Shuning uchun avvalambor somsani xamirini qorib olamiz. Somsani xamirini navla kerak bo'ladi. Hozir buning uchun men 500-550 gram unni elab oldim. Keyin 200 gram slivichni yog' oldim. Margarin ham bo'laveradi. Bir dona tuxum, smetana, duz kerak bo'ladi. Hozir shu masalliqlarimizni aralashtirib, xamir qorib olamiz. Nani, slivichni yog'ni sixakdan o'tirib olamiz hozir. Bismillahirrahmanirrahim deb ishimizni boshlayveramiz. Boshda uni qilib olamiz, aralashtirib. Yog'ni chiqarib bo'lgandan keyin endi qo'limizda ozgina oson usulda unni uqalab olamiz yog' bilan birgalikda. Un bilan yog' shuningdek holatga keldi. Aralashtirib bo'lganimizdan keyin endi buni o'rtasini ochib turamizdan bir tuxumni chaqib olamiz. Keyin ozgina duz solamiz. Duz ham smetana. Smetanadan 3 qoshiq solaman hozir. Üç kaşık smetana salıp qatiq salsam bo'ladi. Hozir bilan aralashtirib olamizdan xamir qilishga harakat qilamiz. Domjali g'imjib tashlamaymiz. Yana xamirni qorib bo'ldik. Xamirni qorincham necha marta quyosh kirib, necha marta quyosh chiqdi. Shuning uchun alashtirmayapmizlar. Bir yoqdi, bir ne bo'lib turibdi. Yana xamir ishning holatda bo'ladi. Buni 5 minut dam oldirishga qo'yib qo'yamiz endi. Xolodilnikda qo'yamiz. Bastiramizdan hozir. Xamir 5 minut xolodilnikda turgandan keyin xolodilnikdan olamizdan zvolachalari bo'lib olamiz endi. Kerakimizcha kattaliklarda qo'yib olamiz. Kichkinaroq kerak bo'lsa kichkinaroq, ulliroq kerak bo'lsa ulliroq. Ana ko'p aytganimdek g'imjilab deymizmi, ko'p qisqilab tashlamaymiz, shu oddiy dumaloq shaklga keltiramiz. O 7 dona somsa bo'ldi. Endi bularni yana xolodilnikka qo'yamizda o'zimizga kerakli bo'lgan nachinkadan, hozir nachinkasini qarab to'g'rab olamiz bu vaqtning ichida. Hozir buni yana xolodilnikka qo'yib qo'yamiz. Hurmatli obunachilarimiz, xamirimiz damini olincha endi nachinkamizni o'tib olamiz. Men mol go'shtidan qilyapman. Sizlar xohlagan turdagi nachinkalaringizda foydalanishlaringiz mumkin. Masalan, qo'y go'shti, tovuq go'shti, go'sht solmasam bo'ladi, bu xohishga qarab. Hozir men yana 3 dona o'rtacha kattalikdagi piyozni to'g'rab oldim. Buni idishimizga solamiz. Bismillahirrahmanirrahim deb. Keyin 2 dona kartoshka. Meda to'g'rab oldim buni. Kartoshka qo'shmasligimizlaringizga havola. Tablaringizga ko'ra. Bugun nechta bir kartoshka yesim geldi. Taze kartoshkadan bu ana keyin 300 gram go'sht medalab oldim.
Şimdi buna təbiyə görə xalagan ziravar, periprava, şu narsalarınız qoşularınız mümkün. Duz salaman. Bir kaşıqını doldurmayın. Həm dəsə rolton periprava salaman. Burç, xalasanız da zirə və xəkəza. Qızıl paprika, dislərmi, başqa nərsələrmi qoşa verəsdə xalalarınızın. Ki, az qana yağ salamız, yağ salışağız yadım deyib. Yine. Göğüşünü yağından faydalanışlarınızdan mümkün. Bulanı indi arılaşdırıb alamız naçinkəmizini. Abunatçılarımız naçinkəmizdən arılaşdırıb oldu. Kolda arılaşdırdım. Əcayib oladı da. Yine. Həm əvəzci duzu təmi cayında oldu. İndi dəmli alan xəmirimizlə hazır paketə salamızdan bir 5-6'sını, həmməsindən məsələn, əgər köp olsa, yaxşısı xaladinlikdə qoyub durun. Gərəkimizini alıb yazıb işlətkən yaxşıraq. 5-6'sını alamandan qalanını xaladinlikdən roğraya alıb qıla verəmiz. Yine hazır indi xəmirimizni yazıb alamız. Haxlanan şəkildə yazıb kəsişlərinizni, qılışlarınız mümkün. Yine azğına un gərək boladı. Tumalaq etib yazıb alamız. Dum köp urvalamayımız. Azğına un bilən. Yaxşılab urvalayımızdan. Yazıb alamız. Hər birinə. Tezraq açılış üçün. İndi ilacı bolsa urvalamasak ham yaxşı qodan. Lekin bo'lmasa tez yazıb bilməyəcəkmiz. Şimdi ullab yazıb bolğanımızdan ki, indi naçinka salamız. Naçinka salmayın burun. Kəsib alamız. Dan bir kaşıq naçinkanı salamız. Dan aylandırıb çıxamız. Astan arka tarafını yaxşılab keyin bəkləb alamız. Nəçindəsə arkasından somsanın nəsə çıxmaslığı üçün. Yine. Üzünə isə lalə şəklində boladı. Yine. Az yenə birini qılıb görsətəməm. Hörmətli abunəçilərimiz, somsalarımızı büküb oldu
və podnosumuza terib aldıq. İndi bunlara tuxum sürtüb çıxamız həmməsinə. Tuxumu faqat sarısını məhz özünü seyli aralaşdırdım. Bir tuxum. Tuxum sürtüb bolğandan keyin küncüt söğüp çıxamız. Bam xaxışlarınıza görə xalasanızla qara küncüt, xalasanızla ağ küncüt. Xaxların türdəyilərdən faydalanışlarınız mümkün. Bizə yanda yenəm güldürmama çakıb, azandam yağış ədi, yenə geçdə yenəm yağış. Səsini eşitib durğanlısanızla. Bir kuyaş çıkadı, somsanı bir pişirincəm kuyaşam çıxdı, nəyəm çıxdı. Aralıqda. Bazımın imbanına tuxum sürtülməkdir. Küncütünü tüpdə ziyalıyımızdan bunda səhəl. İna. Küncütəm soğuk bolğanımızdan keyin zəl yox. Bərabər bu somsada küncüt şundaq səpələdi. İndi qaz duxovkasına 180-200 gradusa 25-30 minuta qoyub qoyamız. İndi neçə pişişinə qarayımız. Hər kim duxovkası hər xil, həmişə aytıb ötəmə. Pişincə qoyub qoyasılar, qızarıb çıxınca. Qan getdi kəsə. Hürmetli abonaçılarımız, ena somsamızdan pişdi. Işınımdığın görünüşdə olub. İndi hazır sizlər bilən birgəlikdə içini görəmiz ena. Həm teyəm yaxşı olub pişkəyini. Həmməsini pisoçni xamir olub. Ena. Görüb durğan bolsanızlar. Həmməsini tey yaxşı, özəm yaxşı. Əkəsə yeyən başlap ərdilər. Şundan sizlərəm bir görsətcək edim. Bismillahirrahmanirrahim. Yine pisoçni xamir. Acayip. Kat bulup getdik o desəyinizlə. Katı ver bir durup pişədi. Yine. Soçni bulup. Bismillah. Hamiram pişkən. Nəsəm pişkən, etəm pişkən. Hürmetli abonaçılarımız, həmməyizə kətdəkən rəhmət. Əgər o katımız yaqqan bolsa, somsamız bir like'larınızı basıb qoyasılar. Kesinlikle bir nə oğulladım. Bərəmə inəmiş. Sizlərə şu deyim mi? Həmməyizə kətdəkən rəhmət. Həm abonaçılarımız içindəyi muhabbət əkkəmiz bağla. Abonaçılarımız içində en aktiv, acayip, xuş müamilə əkkəmiz, muhabbət əkkəm Allah bergəni var. Şu anı axtıqlı bobda əkərlər, yəni nevarəli, qız nevarəli bobda əkərlər. Şu axtıq bilən muhabbət əkkə təbrikliyimiz, gözünüz aydın deyimiz, ailəmiz namından təbrikliyimiz. İlayim axtıqlı bolubsuz, axtıqa yetiribdi Allahım. Çoğluq, qovluq, yatlıqlara yetirib oturğayışlı ballarınızı, nəbirələrinizi, axtıq çoğluqlarını baxtı taxtına siyənib, sağ-salamat bolayıb yürüyəsiz. İşlərinizə amət həmişə, tapqalarınıza bərəkət bəriyək. Həmmə bərçə abonaçılarımız namından sizlərini təbrikləb qalamız. İlayim, şu dolğan pəpəni ömrü uzaq bolğay, rızqı bütün bolğay, sağ-salamat bolub, şu elimizə, yurtumuza xizmət qıladon, salıxa qız bolub yetişkə İlayim. Hemen namına təbrikləgən halda isə şurada video rolikimizni yakınlayımız. Uzaq yaxındakilər sizlərəm sağ salamat bolasılar. Musafirdəkilər kisələrinizə dollarlar, evrolar tələb qalaman. Həmişə sağ aman bolğaysılar, ailələriniz vaxtına, ailələriniz bağrına sağ aman yetib girib barğaysılar İlayim, dolub daşıb, toylar etib, maşınlar minib oturğaysılar. Kim nə arzu niyyətdə gələn bolsa şöyle kisələrini doldurup İlayim şu həmmə yaxşı niyyətlərinə yetib yürüyəylər. Həmişə Allahım özü qollab quvvatlasın. Allahım öz hallarınıza
taşap koymasın. Həmişə sağ olun, salamat olun. Barınıza şükür.